Azərbaycan hakimiyyəti Rusiya mediasının hədəfindədir. Belə ki, prezidentin Tiranadakı samitdə iştirakını anti-Putin koalisiyasında iştirak kimi yozmaqla Bakını nankörlükdə ittiham etməkdən məqsəd nədir? Bu bolşevik təfəkkürüdür. Kim bizimlə deyilsə, deməli bizə qarşıdır. Rusiya elektron mediasında Azərbaycana hədəf alan yazılar yazılmaqdadır və artmaqdadır bunların sayı. Bu yazılarda Azərbaycan hədəf alınır. Belə ki, Azərbaycanın Tiranadakı son təmsilçiliyinin anti-Putin koalisiyasında iştirak kimi yozurlar. Qərbin Planları adlı YouTube kanalında Prezident İlham Əliyevin mayın 9-da Moskvaya getməmək qərarını pisləyən və Bakını nankörlükdə ittiham edən 16 dəqiqəlik video yayılıb. Bütün bunlar saxta fotolarla müşayiət olunur və Azərbaycan diasporuna təzyiq çağırışları ilə yekunlaşır. Kreml klanının partiya tapşırıqlarının həlim icraçısı kimi şöhrət qazanmış Rusiyalı oliqarx Konstantin Malafeyevlə əlaqəli olan Rusiyanın məşhur Tsargrad isə son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox diqqət yetirməyə başlayır. Az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yazırlar. Mənbə də minval.az-dır. Prezidentin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər Vahid Geosiyasi regionuna çevrilir açıqlamasına isə Svobodnaya Pressa geniş məqalə həsr edib. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bəyan etdi ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər Vahid Geosiyasi regionuna çevrilir. O da qeyd olunub ki, region daha çox xarici amillərlə bağlı dəyişikliklərə məruz qalır deyə nəşr qeyd edir. Nəşr onu da yazır ki, Prezident İlham Əliyev Rusiyanın təsirinin zəifləməsindən danışaraq bunu yeni xarici oyunçuların Birləşmiş Ştatlar, Avropa İttifaqı, Türkiyə, Çin və Fars körfəzi ölkələrinin fəallığı ilə izah edir. İlham Əliyev Bakının nümunəsindən istifadə edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin özləri üçün optimal məsafə saxlamaq və bundan faydalanmaq, hamı ilə qarşılıqlı əlaqələr qurmaq üçün tarixi fürsət qarşısında olduqlarını nümayiş etdirib. Eyni zamanda bildirib ki, hər kəs üçün ən vacib olan, ən yaxın və ən prioritet dairə Türk Dövlətləri Təşkilatında Birləşmiş Türk qrupu olmalıdır. Əliyev bunu qardaş birlik kimi qiymətləndirir deyə nəşr qeyd edir. Nəşr yazır ki, Orta Asiya və Cənubi Qafqazı çətin günlər gözləyir deyən məşhur Türkiyəli ekspert Levent Yılmazın proqnozu özünü doğruldur. İndi Çin qərbə yönəlmiş siyasət yürüdür, amma sabah hər şey sürətlə dəyişə bilər. Amma hələlik Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri potensial və yəqin ki, qaçılmaz daxili sarsıntılara malik mürəkkəb geosiyasi labirintə doğru gedir, böyük dəyişikliklər dövrü gəlir. Bəs ekspertlər nə düşünürlər bununla bağlı? Politolog Tofiq Abbasov yeni müsahibata bildirib ki, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Onun fikrincə, bu ölkədə Azərbaycanın hazırki suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikalara haqda belə radikal mövqe sərgiləsinlər. Bu da bolşevik təfəkkürüdür. Kim bizimlə deyilsə, deməli bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir. Biz hər zaman Fransadan, Birləşmiş Ştatlardan danışırıq, ancaq Rusiyada da belə dairələr var. Onlar Rusiyanı yekəxana kimi təqdim etmək istəyirlər ki, hamı onların qarşısında təzim etsin, baş əysin. Bəs bizim nüvə potensialımız var və hamı bunu bilsin və s. deyə Tofiq Abbasov belə qeyd edib. Onun sözlərinə görə bu yanaşma Ukrayna münaqişəsi prizmasından indi daha qabarıq görünməkdədir. Müharibə millətçiliyi gücləndirir, Rusofobiya təqdimatını şişirdir. Yəni Rusiya bir jandarma siyasəti yürüdür. Amma biz Ermənistan kimi o cinahdan bu cinaha tullanıb heç vaxt Rusiyaya qıcıq verməmişik. Azərbaycanın düz, sabit xarici siyasəti var. Ümumiyyətlə bizim Rusiya ilə bağlı ciddi problemimiz yoxdur. Qarabağ məsələsi idi, sülh məramlardan narazılıq eləyirdik. Vardanyanı nə üçün bura göndərdiklərini haqlı olaraq söyləyirdik. İndi isə o problemlər yoxdur. Əksinə, hər hansı predimit olmadığı halda Rusiyadakı həmin qüvvələr media vasitəsilə bizi təbdən çıxarmaq istəyirlər. Halbuki
Tiranada keçirilən tədbirin təşkili bizim günahımız deyil. Keçən il Qranada şəhərində keçirilmişdi, amma o zaman Azərbaycan prezidenti getməmişdi. Bilirdi ki, orada bizə qarşı bir tələb var və bu da Makronun oyunbazlığı idi. Onda niyə demədilər ki, Azərbaycan o tədbirdə hansı səbəbdən iştirak etmədi? Çünki bu Rusiya ilə bağlı məsələ deyildi, milli prizmadan olan mövqe idi. Belə Azərbaycanlı politoloq qeyd eləyib. Azərbaycan hakimiyyəti ilə bağlı Rusiya mediası ara sıra yazır belə yazılar. YouTube kanallarında belə bir müzakirələr çıxarırlar. Heç kimə lazım olmayan mənasız boş-boş danışıqlar. Danışdıqlarını özləri də bilirlər ki, yalandır. Məsələn, Ermənistanda olur, Fransada olur, digər dövlətlərdə olur da, hansı ki, dövlətlər bizim güclü olduğumuzu həzm eləyə bilmirlər, bizim güclü olduğumuzu qəbul eləyə bilmirlər. Azərbaycan prezidentinin güclü siyasətini qəbul eləyə bilmirlər. Bəli, Rusiya kimi dövlət deyir, necə olur ki, Azərbaycan prezidenti paradda iştirak etmədi, amma olur da. Olur ki, bəli, Azərbaycan prezidenti getməyəcəm deyir və getmirdi və sübut eləyir ki, ərazinizin böyük olması, dünyanın güclü ordusuna malik olmağınız heç də bizə hər zaman nəyisə diktə edə bilərsiniz anlamına gəlməz. Eyni zamanda sülh məramlarının çıxarılması məsələsi. Əksər insanlar deyir ki, sülh məramlar Qarabağdan çıxmayacaq. Və bunu da sübut etdi Azərbaycan prezidenti. İradə möhkəmdirsə, əldə eləyəcəksən. Əzmlə çalışacaqsan, zəhmət çəkəcəksən. Amma ona qarşı istəyin varsa və bunu qəlbən istəyirsənsə, etməliyik, çıxarmalıyıq deyirsənsə, çıxarmalısan bir mənalı şəkildə. Bu, ümumiyyətlə, şəxs olaraq insanın özünə də aiddir. Hədəfin bəllidirsə, gedəcəksən və onu əldə eləyənə qədər yıxılacaqsan, dizindən bəlkə qan da axacaq, bəlkə burnun da qanayacaq, üzün də sıyrılacaq, amma gedəcəksən hədəfə çatmaq üçün. Çünki heç kəs bizim üçün rahat yol açmadı. Nə müstəqilliyimizə gedən yol rahat olmadı, nə Qarabağı işğaldan azad etməyimiz rahat olmadı, nə tamamilə ərazi bütövlüyümüzü bərpa etməyimiz rahat olmadı. Heç kim bunu bir sinidə gətirib bizə vermədi. Biz bunu qanımızla, canımızla, igidlərimizin şücaəti ilə, qəhrəmanlığı ilə və Azərbaycan prezidentinin əzmi ilə etdik. Yıxıldıq da, büdrədik də, ağladıq da və sonuçda bir zəfər qazandıq. O baxımdan da biz gücləndikcə, biz daha bütöv olduqca, biz daha iradəli olduqca, bizim sözümüz daha keçdikcə təbii ki, başqa-başqa dövlətlərin media qurumlarında bizimlə bağlı, ümumilikdə Azərbaycanla bağlı belə əks fikirlər olacaq. Amma ki, yazılanlar, deyilənlər də bizdən heç nə aparmır. Bu bir mənalı şəkildə. Düzdür, indi ürək bulandırır deyir, milçək bir şey olmasa da. Amma yenə də cavabımız da var. Bu politoloqlar səviyyəsində də verilir, bu deputatlar səviyyəsində də verilir, siyasətçilər səviyyəsində də verilir. Və eyni zamanda da biz də öz öhdəmizə düşdüyü qədər bunu işıqlandırırıq.